Hər birinizi salamlayıram, əziz 9-cular. Deməli, 5 aprel 2026-cı ildə keçirilmiş 9-cu sinif buraxılış sualları haqqında müzakirələrimizi aparacağıq. Deməli, birinci sualdan başlayaq. Deyir ki, 30 hektar əkin sahəsini artırıb 42 hektar oldu. Əkin neçə faiz artdı? Bunu soruşur. Deməli, 30 hektarı biz 100% götürək. Nə qədər artıb? 12 hektar. 12 hektarda bu artım faizini göstərəcək. Olacaq 12 vursun 100 bölünsün 3'ə 30. Bunlar axçaya getdi, qaldı 40%. Bu qayda ilə tapa bilərsiniz. Bu da tənasibdir. Hər tərəfini vurarıq. Yəni çarpaz vurarıq. 3x bərabərdir mənfi 48, x oldu mənfi 16. Və yaxud da belə də yaza bilərsiniz. Bu 3 faiz 4 dəfə azaldısa, bu da 4 dəfə azalmalıdır. Və yaxud da bu bunu 4'ə vurub tapıb, bunu da 4'ə vurub tapa bilərsiniz. Cavab D bəndi. Sonra sistem tənliyi həll edin. Burada əvəzləmə var. Gətirib yerinə yazırsınız. 5x bunu gətirib burada yazırsınız. Plus 2x bərabərdir 21. 7x bərabərdir 21. X oldu 3. İkisi də gətirib yerinə yazırsınız. 2 vursun 3 bərabərdir 6. Deməli, x'imiz 3, orası da 6. Cavab buradadır. Kanun hansı ən böyük qiymətində bu cəmi düzgün kəsirdir. Deməli, bu kəsirə çevirmək üçün onluq qarışıq dövrü onluq kəsirdir. Deməli, bunu yazacaq 0 tam, yəni bu 9, bu 0, 4k. Plus bu da olacaq 9. Bunu belə yazaq. 9, 0, k, 4. Və bərabərdir 90'da bunu belə yazacaq. Bu onluq kimi yazarıq. 40 plus k. Bunu da yazacaq 10k plus 4. Bərabərdir. 90 olacaq 44 plus 11k. Deyir ki, bu nə vaxt düzgün kəsirdir? Düzgün kəsir olması üçün nə etmək lazımdır? Sürəti məxrəcindən kiçik olmalıdır. Oldu 11k kiçikdir 46, k kiçikdir 46'nı da 11'ə böləndə 4 tam, deməli 46'nı 11'ə bölsəm 4 dəfə 44, 2. 4 tam 11'də 2. Və bundan kiçik hansı ən böyüyü var? 4. Cavab D bəndi. Düz xəttdən deməli düz xətt deyir. Deyir ondan 4 santimetr məsafədə. Yəni buradan bura məsafədirsə bu nöqtədən bu düz xəttdə hər birinin uzunluğu 5 santimetr olan 2 mail çəkilmişdir. Bir dənə mail bura çəkilib 5'dir. Bir dənə də mail bura çəkilib. Bu da 5'dir. Deməli bu hissədə 4'dür də hündürlük. Onda düz bucaqlı 3 burada 3. Və bu məsafəni soruşur. Bu da 6 olacaq. Növbəti sualımız deməli bu neçə idi? 61, 62. Bob AB deməli A-nı 1 5x-nə yazırıq, B-ni də 1 5y-nə yazırıq. Yazırıq Bob olacaq 5x 5y. A, B-dir də bu. Bu 5'dir. Deməli 5'i çıxarsaq yəni burada 5 ikisində də 5 var. Ona görə bunun əbobu 5'dir. Və A-nın qiyməti neçədir? 5x, B-nin qiyməti 5y bərabərdir 75. X, y də bərabərdir 75'i 25'ə bölürük. Qalır 3. Yəni bu hasil 3'dür. 1, 3 və yaxud da 3, 1 yaza bilərsiniz. AB cəmindən soruşur.
İkisi də bunlar eyni olduğuna görə fərqi yoxdur. 1, 3, 3, 1 yaza bilərsiniz. Bu oldu 5. X-in yerinə 1 yazsam 5, Y-in yerinə 3 yazsam 15. Və cəm istəyir A plus B, 5 üstünə gəlsin 15. 20. Cavab A bəndi. Deməli, tənliyi həll edin. Bu nəyin açılışıdır? 2x'in kvadratı minus 1'in kvadratıdır. Burada 1 olsa eğer. Şimdi burada düzgün yazılmıyor. Bunu da vurup atırıq. 4x'in kvadratı plus 12x bərabərdir 35. Bu 4x'in kvadratı minus 1 minus 4x'in kvadratı plus 12x bərabər 36. Buraya silah olundu. 12x bərabərdir. Burada 35'dir. 36 oldu. X oldu 3. Tənlinin cevabı 3'dür. B bəndi. Bir ifadənin qiymətini tapın. Birinci bunların üstlərini topla. Neçə olacaq? 3 üstü 4 A. A'mız da 4'də 1'dir. 3 üstü 4 vursun 4'də 1. Bunlar çıxar getdi qaldı. Cavab 3. Yoxdur bu cavab burada. Ola bilsin burada da var cavab. 3. Dairənin radiusu 5 dəfə artarsa, onun sahəsi neçə dəfə artar? Dairənin radiusu nəyə bərabərdir? S bərabərdir pi r-in kvadrat. Tutaq ki, birinci radius r-dir. Birinci dairə. Bunun radiusu r-ə bərabərdir. İkinci dairədə olsun 5r. 5 dəfə artıb bax. Bir sahə nə qədər dəyişir? Bunun sahəsi olacaq pi r1-in kvadrat. Yəni olacaq pi r-in kvadratı. Digər tərəfdən ikincisi pi vursun r2-nin kvadratı oldu. Pi vursun r2-də nə qədərdir? 5 kvadratı 25 r kvadrat. Sahəsi neçə dəfə dəyişər? Əvvəl pi-nin kvadratı da olub 25 pi-nin kvadratı. 25 pi-nin kvadratı. Deməli 25 dəfə artıb. Və yaxud da r-in yerinə də 5'i yazsam 25 dəfə artdığını görə bilərsiniz. Deyir ki, AB-ni tapın. AC 7'dir, CB də 14'dür. Sadə bir şeydir. Bunları cəmləyirsiniz. Olur 21. A bəndi. Sonra burada da bundan 5 çıxır. 2 vursun 5. Bundan 4 çıxır 4. Plus 2 vursun bundan da 3 çıxır. Oldu 10. Çıxırsın 4 plus 6. 16'dan da 4 çıxanda 13. Şimdi burada cevap yoxdur. Yazırıq burada cevap 13. Əkob. Üzr istəyirəm. Əbob. 30 vursun 36. Bu nə deməkdir? İkisində də nə var? 6 var. Deməli əbob da 6'ya bərabərdir. 5'in da 6 üçün əbob 1'dir. Orta vuruq 6'dır. Bir ki, funksiyanın qrafik üzərində yerləşən və ordinatı 3 olan nöqtənin absisini tapın. Ordinatı 3-dürsə, deməli y 3'dür. 3 bərabərdir 5x minus 17. 5x minus 17 yer dəyişmə edirik. 5x bərabərdir 20, x oldu 4. Burada olmalıdır 4 yəqin. Kubun neçə tili var? Deməli, böyle bir şeydir də kub. Bütün üzləri bərabər olan kvadratlardan ibarətdir. Bütün üzləri kvadratlardan ibarətdir. Deməli, bir dənə tildən neçə dənə? Deməli, bir dənə təpə nöqtəsindən 3 dənə til çıxır. Deməli, 4 dənə oturacağında 4 dənə var. Tutaq ki, burada da götürə bilərsiniz. Bir təpədən 3 til çıxdığına görə 4 vursun 3 yazıb 12 tapa bilərsiniz. Cavab Y bəndi. Deməli, bunu yazmışam burada. Şimdi bunu silək buradan. Təkrar yazarıq. Deməli, bunu sildim. Təkrar izahat verəcəm buna. Deyir ki, yalnız Həsən Əli Vüqarın olduğu bir yarışmada, deməli, yazırıq. Həsən Əli Vüqar. Bu ümumi hallardır.
Bir yarışmada bu ümumi Vüqarın qazanma ehtimalını 7 misli Vüqarı bölürəm ümumiyə. Vüqarın qazanma ehtimalını 7 misli yarışmada Həsənin qazanma ehtimalı. Bunu Həsən yazaq. Həsənin qazanma ehtimalı Vüqarın qazanma ehtimalından 7 mislidir. Yəni bunu 7-yə vursam Vüqar üçün Həsən 2 alınacaq. Əlinin qazanma ehtimalı isə Vüqarın qazanma ehtimalının 7 misli, əlinin qazanma ehtimalından isə Həsənin qazanma ehtimalını soruşur. Əlinin qazanma ehtimalından isə 2 dəfə böyükdür. Yəni 2 mislinə bərabərdir. Buradan da görürsənir ki, məxrəclər bərabərdirsə, sürətlər də bərabərdir. H bərabər olacaq 7V. Burada da eyni qaydana H bərabərdir 2 əli. Yəni Həsən 2 dənə əliyə bərabərdir. Burada da Həsən 7 dənə Vüqara bərabərdir. Deməli, burada yazacaq. Tutaq ki, bunu yazıq. Həsən deməli, əlinin qazanma ehtimalının 2 mislidir. Vüqarın qazanma ehtimalının 7 misli, əlinin qazanma ehtimalının yalnız Həsənin əli və Vüqarın olduğu bir yarışmada Həsənin qazanma ehtimalı Vüqarın qazanma ehtimalının 7 misli. Deməli, Həsənin qazanma ehtimalı Vüqarın qazanmasının 7 misli. Əlinin qazanma ehtimalının isə 2 mislidir. Əlinin qazanma ehtimalının 2 mislidir. Alındı bu. Deməli, Həsən də 2 dənə əliyə bərabərdir. Onda bunlar bərabər olduğuna görə 7 Vüqar 2 dənə əliyə bərabərdir. Bunlar nə vaxt bərabər olur? Bu 7K-da, bu da 2K-da. Deməli, Vüqarda 2K-dır, əlidə 7K-dır. Gətirib burada yerinə yazsam 7 vursun Vüqar üçün 2K-nı, Həsəndə də 14K olur. Əlinin qazanma ehtimalını soruşur. Əli nə qədərdir? 7K-dır. 7K-nı bölərik ümumi. Ümumi neçədir? Həsəninki 14K-dır və Vüqarki 2K, bir də əlinki 7K. Ümumi hal 20, 10 deməli 16, 23K, bu da 7K. Və bunlar ixtisar getdi, 23-də 7 qaldı. Cavab D bəndi. Sonra deyir, kəsr ixtisar edin. Bəzən şagirdlər bu tipli suallarda çox səhv edir. Bunu belə yazırıq. 4 vursun 3 üstəyin, vursun 4 üstəyin kimi yazsam, burada da 3 üstəyin bölünsün 3. Çünki üstlər çıxılır, bu 1-dir də, böləndə üstlər çıxılır. Vursun 2 üstü 2n, vursun 2 üstü 1. Bu da vurulanda üstlər toplanır. Deməli, bu 3 yuxarı qalxacaq. 4 vursun 3 üstəyin, vursun, bunu yazalım 2 üstü 2n, bölünsün 3 üstəyin. Bir də 3'ə vurun bunu. 2 üstü 2n, bir də 2 üstü 1. Və bunlar islah olundu, yəni ixtisar olundu. Bunlar da ixtisar olundu. 4'ü də 2'yə bölündü. 2'ni 3'ə vuranda 6. Cavabımız oldu 6. Deməli, bu neçənci sual? Deyir, diaqramda AB çoxluğunun elementlərin sayı haqqında məlumat verilib. Deyir ki, A'dan B-ni çıxanda nə qalır? Baba, bu hissə qalır. Bu hissə. Onu 4'ə vursam, 4 vursun 2, x plus 8 bərabər olmalıdır bunun kəsişməsinə. Kəsişmədə buradır. 3x plus 1'ə. Oldu 8x plus 32. Kəsişmədə bu A'dan B-ni çıxanda A qalır.
2x plus 8-i 4 dənə bərabərdir. Hə, üzr istəyirəm, birləşməsinə. Belə yazaq, 4 vurulsun 2x plus 8 və bərabər olacaq bunların birləşməsi. Birləşməsi də burada nə varsa hamısı bir yerdə. 2x plus 8 plus 3x plus 1 plus 4x plus 5. Oldu 8x plus 32 bərabərdir. Bunları da toplasam eləcə 5, o da 4, 9x plus 8 də 1, 9, o da 5, 14 və 9x plus 14 bərabərdir 8x plus 32. Burada da qaldı x bərabərdir 32-dən 14 çıxanda 18. Birdən də a-nı çıxanda bura qalır. 4 vursun 18, üstünə gəlsin 5. 4-ü 18-ə vuranda 72, üstünə də 5 gəndə 77. Bu qayda ilə tapa bilərsiniz. İndi burada bunun yarısı yoxdur, bu belə olmalıdır. Deyir ki, b ilə d bərabərdir. Bura alfadırsa, burada alfadır. Onda bura qamma yazaq, burada qamma. Çünki qarşı bucaqlar bərabərdir. Və alfa, beta, alfa qamma varsa, burada beta yazarıq. 2-dən oxşar üst bucağı əmələ gəldi. Bu hissə ilə bu hissə oxşardır. İndi burada da nə var? A-dır da bu. Üst bucaq A, B, C oxşardır. Üst bucaq B, deməli A, B, C yazmışıq. Bunu da yazaq. C, D, O. A, B, O. Bunu A, B, O yazaq. Burada da üst bucaq C, D, O. Bunlar oxşardır. AB, OC. AB 6'dır. OC də 6'dır. AO 5'dir. CD-ni sor. Buranı sor. Deməli, qammanın qabağında yuxarıda nə var? 6 bu hissə. Burası qammanın qabağında x var. Yuxarıdan başlamış. Burası alfanın qabağında 5 var. Burası alfanın qabağında da 6 var. Oldu 5x bərabər 36. X də bərabərdir 7,2. Cavab olacaq. Burada 7,2. Yəni bu qaydanı rahat tapa bilərsiniz. Deyir ki, ABC düzbucaqlısında AM D-yə, AM DM-ə perpendikulardır. Yəni AM DM-ə perpendikulardır. Bunlar perpendikulardır. AB 6-dır. Bunlar bu tərəflər, yəni BC ilə AD paraleldir. Paralel olduğuna görə buranı alfa yazsam, burada alfa olacaq. Və bizə nə lazımdır? Buradan da görsənir ki, AM də 12-dir. Bu düzbucaqlı burada 90-dır. 30 dərəcə qarşısına qatı hipotenuzun yarısı. Bura 30 oldu. Burada oldu neçə? 60. Onda burada alfa da 30 olacaq. Onda bura olacaq 60. Bizə nə istəyir? ADM. Onda bura 60'dır. Bu qaydayla rahat tapa bilərsiniz. Deməli, bu sualda da deyir ki, Rəhim birinci gün kitabın 40%-ni, ikinci isə 5%-ni. Burada demir qalan kitabın 5%-ni. Ümumi nə qədərdir? 45%-ni oxuyub da. Oxumayan nə qədərdir? 100%-dən də 45-i çıxdım, 55%-i oxumayıb. Deməli, üçüncü gün isə 110 səhifəsini oxuyub qurtardı. Deməli, üçüncü gün bu 55% üçüncü gündür. Kitabın neçə səhifə olduğunu tapın. Deməli, 55% 110 səhifəlik kitabdır. 110 səhifə. Deməli, burada nə edəcək? 55% 110 olan ədədi tapırıq. Deyəcək, o hansı ədədir ki, onun 55% 110'dur. Və bunlar
İxtisar edirik. Bura neçə olacaq? Burada qaldı 2, burada qaldı 1. X oldu 200. Deməli, kitab 200 səhifəli idi. Burada nəyə fikir veririk? Bu əvvəllər düşmürdü bu suallar. Biraz qəliz hesab olunurdu. Burada nəyə fikir verirsiniz? Bunu hər tərəfə kvadratı yüksəldim. Bu 9-dur, bu da 10-dur. Bundan bunu çıxarsaq, mənfi ədəd verir. Deməli, dəyişənin qabağında mənfi varsa, bu işarə dəyişəcək. Yəni, bu kiçik işarəsi. Bu olacaq x 3 minus kökdə 10. Yəni, bu hissələrdə eynidir. Buna dəymirik. Böyükdür 5,5 3 minus kökdə 10. Yəni, bunlar ikisi də mənfidir, bölünəcək, müsbət edəcək. X bölünsün 5,5. Və bunun 5,5-dən böyük olan halı hansıdır? Bir dənə ən kiçik 6-dır. Bu qaydanı yazırsınız. Görə burada başqa var. Yoxdur. Keçirik. Deyir ki, düz xətt. Düz xəttli yol boyunca 85 dənə ağac əkilib. Yəni, A-dan B-yə 85 dənədir. Hər qonşu iki ağac arasında məsafə eynidir. Yəni, bunlar x-dir, eynidir. AB ağaclarının biri C-dir. AB ağaclardan biri C-dir. Yəni, C bu yanlarda hansıdırsa C-dir. C bu ağaclar arasında məsafə nisbəti deyir ki, A və AC-nin ağacları arasındakı məsafə CB-yə nisbəti olacaq 3-ün 4-ə nisbəti. Yəni 3x 4x yaza bilərik burada. Deməli, bu hissələr 3x 4x-dir. Ümumi hissə neçədir? 7x-dir. Ümumi 85 ağacdır. 85 ağacdır. Onların arasında məsafə 84-dür. 84 hissədir. X-i də tapanda 84-ü 7-yə böləndə 20 edir. Deməli, üzr istəyirəm. 12. 12-dir. Deməli, bir hissəsi 12-dir. C ağacından başlaraq neçənci ağacdır? C ağacından, yəni buradan C-yə qədər olan C neçəncidir? A-dan C-yə qədər olan hissədə C neçəncidir? Bunu soruşur. Deməli, C-miz nə qədər idi? A-dan C-yə nə qədər idi? 3x. Deməli, 3-ü də vuraraq 12, 36. Bunlar arasında 36 metr məsafə var. 36 hissə var. Yəni, o 37-ci ağac C ağacıdır. Deməli, 36 üstə də 1 gəlirəm, 37. Buradan bura C-yə qədər 36 hissə var. 36 dana birdən başlayaraq 36 dana ağac əkilib. Amma C nöqtəsi isə 37-ci ağacın başlanğıcıdır. Deməli, bu olacaq 37. Növbəti sualımız yazırıq burada. İti buzağı təm böləni trapesin iki oxşar buzağı bölür. Deməli, trapesiyadır. Bunu biraz balacalaşdıraq. Trapesiya. Oturacaqları 7-dir. Biri 7-dir, biri 28. Oturacaqları 7, 28 trapesiyanın perimetrini soruşur. Bizə nə lazımdır? Yanlar lazımdır, bu hissələr. İndi nə etmək lazım? Təm böləni, iti buzağın təm böləni. Buradan bir təm böləni keçiririk. Bura alfa, burada alfa. Onda bunlar paraleldir axı qarşı tərəflər. Burada alfa olur. Deməli, buranın bir AC götürsə, AC nəyə bərabər? Trapesiyanın xəssəsi var. 7-ni vururuq, onu 28-ə. 28-ə. Bu deyilir kök altında. 7 vursun, 14 vursun. 20, 14 vursun 2. Bu da 14, 14. Cavab oldu 14. 14. Amma burada iki oxşar buzağı ayrı. Oturacaqlar 7, 28, onun trapesinin perimetrini hesabla.
Bu 14 verib burada. 14'ü tapdıq. İndi bu üsbüza bərbəsini ödəmir. Bunu yazacağıq ki, belə bir trapezi yoxdur. Çünki başqa variant da versə, bu sualın hesablanma qaydası uzun çəkdiyinə görə 9-cu sinif üçün uyğun olmaz. Yəqin ki, bunun variantın belə yazıblar ki, yəni tutaq ki, bu trapesiya mümkün deyil və yaxud da belə bir şey qurmaq olmaz. 14 bura alınmır. Çünki başqa cür tapsaq, nə bərabər yanlı trapesiyadır. Yəni bunlar bunu tutaq ki, 7 tapsaq, burada da başqa cür proses eləməliyik. İndi bunu çıxaq. Buradan buna nə elədik? Bunu da tapmalıyıq. Tutaq ki, CD olsun. AB, CD. CD-ni də tapmalıyıq. Biraz uzun proses olacaq. Sonra deyir ki, axırıncı sualda yox, 80-cı sual. Deyir ki, sahəsi bu düsturla verilən düzbucaqlı formasının metal lövhənin sahəsi S1 budur, S2 ümumidir. Bura S1 deyək. Bu hissə. Lövhənin sahəsi S1 düsturla verilmiş düzbucaqlı forması hissəsini kəsdi. Şəkildə verilən əsasən qalan hissənin MN-i X ilə ifadə edin. MN-i X ilə ifadə edin. Yəni bu M-i X-ini ifadə edir. X-in hansı ən böyük, hansı ən kiçik tam qiymətinə məsələnin həlli var. Deməli, qalan hissəni soruşur. Qalan hissə də bu hissədir. Qalan hissənin M-ini X ilə ifadə edir. Yəni X olsun da burada. İndi tapacaq bura nə qədərdir. Ondan sonra işimizi görəcək. Tutaq ki, bura olsun bir digər S. S-imiz. S3, S1, S2, S3 olsun. Deməli, S2-dən S1-i çıxsam, S3 eləyəcək. Və çıxırıq. Çıxanda, bunlar getdi. Qaldı burada X-in kvadratı. 2x kvadratına x kvadratına çıxdım. 8x-dən 12-ni çıxdım, minus 4x. 16-dan 12 çıxdım, plus 4. Bu oldu bunun sahəsi. Oldu x minus 2-nin kvadratıdır bu sahə, S3. Burada x minus 2-dir axı. Deməli, bu kvadrat əmələ gəlir. X minus 2, x minus 2, x minus 2-yə bölsəm, m tərəfi də olacaq x minus 2. Bura olacaq x minus 2. İfadə elədim x-lə. Deyir ki, x-in hansı ən kiçik qiymətə məsələn həlli var. X minus 2-də sıfırdan böyük olmalıdır. Sıfır ola bilməz. Və nə edirik? Bunun da sıfırdan böyük qiyməti 2-dən böyükdür. Ən kiçiyi nədir? 2-dən böyük. Bir dənə 3 var. Və bunda 3 götürürük. Növbəti sualımıza baxaq. Deməli, növbəti sualımızdadır ki, tənliklə verilmiş çevrənin daxilına çəkilmiş kvadratın sahəsini soruşur. Bunu belə yazırıq. X kvadratı plus x plus hər tərəfinə bu 1-in yarısının kvadratını əlavə edirəm. Bu olur 4-də 1. Çıxıram yenə də 4-də 1. Tam kvadrata ayırmaqla yazıram da bunu. Y-in kvadratı minus 5y. Bir də bunun yarısı 2,5 kvadratı 6,25. Yenə də çıxıram 6,25. Bu oldu bu. Bərabərdir 29,5. Oldu x minus 2-də 1-in x plus 2-də 1-in kvadratı plus y minus 2,5-in kvadratı bərabərdir 29,5. Üstünə gəlsin 0,25, üstünə gəlsin 6,25. Bunlar olacaq 6,5, 29-dan toplayanda 29,5-nə oldu 36. Və bizim qaydamız var da x minus a-nın kvadratı plus y minus b-nin kvadratı bərabər r-in kvadratı. Bu da olur r-in kvadratı.
36-da yerdə olduğuna 6. Deyir ki, çevrənin daxilına çəkilmiş. Radiusu 6 olan çevrənin daxilına çəkilmiş. Bir dənə çevrə çəkirik. Bunun daxilına kvadrat çəkirik. Deməli, belə bir kvadratdır. Radiusu da 6'dır. Deməli, buradan bura, radiusu 6'dır. Burada 6'dır, burada 6'dır. 12'dir. Bizə nə lazım? Tərəf x olsun x. Yəni x düz bərabər yanlı düzbucaqlı üçbucaqda kvadratda. Diaqonal kəsir onu. X-i kökdə 2'yə vursam 12 eləməlidir. X də bərabər 12 kökdə 2 bölünsün 2. Oldu 6 kökdə 2. Bu oldu 6 kökdə 2. Bu da oldu 6 kökdə 2. Və bunun sahəsini tapalım. S bərabərdir 6 kökdə 2-nə. 6 kökdə 2'yə vuranda olur 36 vursun 2, 72. Bu qaydana yazırıq. Görə yazmadığımız bir şey var. Hamısını yazmışıq. İzahlarımız bu qədər. Sağ olun, uğurlar sizə.